Danışırıq Arximed qüvvəsindən, düzdür? Arximed qüvvəsi ümumiyyətlə nədir? Gəl biraz məntiqin başa düşək. Arximed qüvvəsi sanki bax məsələn tutalım yolla gedirsən, mən gəlib səni arxadan itələyirəm, düzdür? Mən sənə təsir etmiş olam da, mən sənə hər hansı bir F qüvvəsi ilə təsir edirəm. Düzdürmü? Bax Arximed qüvvəsi də əslində belə bir şeydir. Yəni sən hər hansı bir cismi suya atanda sanki su onu itələyir. Deyir ki, çıx get da, istəmirəm səni. Özündən itələyir, özündən dəf edir. Yəni su sanki sən atdığın cismi istəmirmiş kimi onu itələyib çölə çıxarmağa çalışır. Gəldiyi istiqamətdə çölə çıxarmağa çalışır. Deməli Arximed qüvvəsi nədir? Arximed qüvvəsi mayeyə ya da qaza, maye deyəndə qaz da gedə bilər içinə. Mayeyə ya da qaza batırılmış cismi maye tərəfindən itələndiyi qüvvədir. Maye tərəfindən itələndiyi qüvvədir həmin cismin. Və yuxarı istiqamətdə deyirlər. Niyə yuxarı istiqamət deyirlər? Yenə deyirəm. Çünki sən onu ağırlıq qüvvəsinin təsiri altında təbii ki, cisim aşağı düşməyə çalışır, amma su da onu yuxarı itələməyə çalışır da. Yəni istəmir ki, suyun dibinə gəlib çatsın. Özündən itələməyə çalışır. Buna deyirlər Arximed qüvvəsi. Yəni Arximed qüvvəsi bütün mayelərdə var. Maye tərəfindən cisimlərin itələnməsi kimi başa düş. Yəni maye sanki cismi istəmir özündən itələyir. Arximed qüvvəsi budur. İndi bu Arximed qüvvəsi və bir də onu deyim ki, məsələn itələmə xarakterli qüvvədir. Görürsən, yəni itələmə deyirik də, suyun itələməsi. Məsələn, ağırlıq qüvvəsi cazibə xarakterlidir. Yer cisimləri cəzb edir və bu ağırlıq qüvvəsidir, cazibədir. Amma Arximed qüvvəsi itələmə qüvvəsidir. Mayenin cismi itələməsidir axı. Ona görə Arximed qüvvəsi olur itələmə qüvvəsi. İndi araşdırmalar nəticəsində bir nüans görülüb. Onu bir dənə demək istəyirəm. Bax, fərz edək ki, mənim bir dənə qabım var. Düzdürmü? Mənim bir dənə qabım var və bu qabın bax bu hissəsi belə açıqdır düşünək. Bax belə bu hissəsi belə açıqdır. Yəni burdan su dağılacaq da yerə, əgər mən orada suyu qoysam. İndi burada bir dənə qab qoyuram ki, dağılan su yerə düşməsin də, qalsın bu qabın içində. Mənə lazımdır çünki. Və bir dənə fikir ver, suyu gör hara kimi doldururam. Babada ta bura kimi. Yəni bircə damcı da mən bura bir damla su qoysam, su buradan axacaq. Düzdür? Amma elə qoymuşam ki, olmasın. İndi və mən gətirirəm, bunun içərisinə bir dənə cisim atıram. Avtomatik nə baş verir? Avtomatik cisim öz həcmi var axı cismin. Suyu qalxızır da yuxarı, düzdür? Və su buradan bax hardasa bu təbəqələrə gəldiyinə görə, bax tutalım ki, su gəldi hardasa buralara, fərz edək ki, və buradan nə edəcək? Təbii ki, qabın içərisinə doğru buradan daşacaq, düzdür? Avtomatik daşımalıdır da, başqa variant yoxdur axı. Aha, daşdı və tutaq ki, bu qədər daşdı. Bax belə, bu qədər daşdı. Bax burada bu qabın içərisinə nə qədər su, elə belə deyək də, cisim özü nə qədər mayeni sıxışdırıb çıxardıbsa, elə onun çəkisinə bərabərdir cismin çəkisi. Yəni cismin Arximed qüvvəsi burada cismin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir. Yəni əgər mənə deyilsə ki, burada maye tərəfindən cisim hansı Arximed qüvvəsinə itələnib, deyəcəksən burada Arximed qüvvəsi bərabərdir. Cisim nə qədər su sıxışdırıb çıxartdı, bax həmin suyun çəkisinə. Yəni sıxışdırılıb çıxarılan suyun çəkisinə bərabərdir. Bax, bu suyun çəkisini tapacaqsan, necə tapacaqsan? Suyun sıxlığı var, rhodur, 1000-dir deyək də, lap sudursa əgər mayemiz. Bunun da müəyyən qədər də həcmi var da, burada menzurka ilə həcmini ölçəcəksən. Vəssalam, bunların ikisindən kütləni tapdın, vurdun J-yə, vəssalam, bu artıq sənə nəyi verəcək? Bu sənə artıq verəcək Arximed qüvvəsini. Deməli, Arximed qüvvəsinin necə bir xassiyyəti varmış? Arximed qüvvəsi cismin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir. Gəl bir dənə bunu real həyatdan başa düşək. Ağzına kimi dolu bir dənə stəkan çayın var. Day ağzına kimi bir damla da yenə deyirəm çay düşsə daşacaq o şəkildə. Sən gətirib onun içinə bir dənə qaşıq atdın. Nə olacaq? Çay stəkandan dağılacaq nəlbəkinin içərisinə. Əgər mən orada səndən sorsam ki, burada qaşığa təsir edən Arximed qüvvəsini tap, deyəcəksən ki, müəllimə, o nəlbəkidəki suyu mənə ver, gedim mən onun çəkisini tapım. O daşan suyun çəkisi nə qədərdirsə, Arximed qüvvəsi o qədərdir. Bax, bəzən buna görə də Arximedə mg yazırıq. Bərabərdir mg yazır. Uşaqlar elə bilir ki, Arximed qüvvəsi ağırlıqla eynidir. Yox, bu cismin mg-si deyil, bu
suyun mg-sidir. Özdə bu suyun da yox ha, daşan suyun. Cisim nə qədər su daşırdıbsa çölə, o daşan suyun çəkisi, yəni onun mg-si mənim üçün Arximed qüvvəsini ifadə edir. Bir də bir söz deyim ki, cisim öz həcmi qədər suyu kənara daşırdı. Yəni burada cismin həcmi 5 kub metrdirsə, 5 kub metrdə su kənara daşacaq. Yəni bu şəkildə həcm bərabərliyində yadımızda saxlaya bilərik. İndi bunu bildik. Bu bizim birinci qaydamız olsun. Daha sonra, amma bununla iş bitmir. Arximed qüvvəsinin öz düsturu da var. Başqa bir düsturu, əsas düsturu belə deyək. Arximed qüvvəsi nəyə bərabərdir? Arximed qüvvəsi mayenin sıxlığı, yenə də sərbəst düşmə təcili və cismin mayeyə batan hissəsinin həcminə bərabərdir. Bu nə deməkdir? O da qeyd edeyim. Yəni, tutalım ki, sənin bir dənə cismin var, kvadrat şəklində bir dənə cismin var. Bax, suya bu boyda hissəsi batıb, düzdür? Bax, onun bu qədər hissəsinə Arximed təsir edir. Niyə bəs bu hissəsinə təsir edir? Məsələn, göy ilə işarələdiyim hissəyə bəs niyə təsir eləmir? Göy ilə işarələdiyim hissəyə su təsir edirmi? Yox. Bəs Arximed qüvvəsi nə idi? Suyun cismi itələməsi. Əgər bir yerə su təsir eləmirsə, o yeri su necə itələyə bilər? Suya batan hissəni su itələyəcək də, düzdür? Ona görə də Arximed qüvvəsini tapanda cismin suya batan hissəsinin həcmi mənə lazımdır. Batmayan hissəsinə Arximed təsir eləmir. Çünki batmayan hissəsi heç su görmür. Onu su itələmir axı. Batan hissəni su itələdiyinə görə cismin batan hissəsi bizim üçün Arximedin hesablanmasıdır. Yəni, burada əgər cismin məsələn 3-2-si batıbsa, biz Arximedi tapanda 3-2-sindən istifadə edəcəyik. Mən batmayan hissəsini nə edirəm ki, batmayan hissəsinə Arximed təsir eləmir axı. Orada ümumiyyətlə Arximed qüvvəsi yoxdur. Bu belə. İndi sonra bunu mən biraz dəyişə bilərəm təbii ki. Bərabərdir rho maye, lap qırmızı ilə getmişik, qırmızı ilə gedək. Bərabərdir rho maye j v cisim batan deyirəm. Bax, bu cismin batan hissəsidir. Yəni, v-nin həcmin yerində m cisim bölə rho cisim aça bilərəm. Çünki həcm özü m böl rho-da axı. Bu da cismin həcmi olduğuna görə cismin kütləsi bölək cismin sıxlığı şəklində də təbii ki, saxlaya bilərəm yəni bunu. Vəssalam. İndi buradan mən nə görürəm? Buradan asanlıqla biz belə bir nəticəyə gələ bilərik ki, mən cismin mayeyə batan hissəsini necə tapa bilərəm? Yəni, cismin mayeyə batmayan hissəsini necə tapa bilərəm? Bunun da belə bir yolu var. Bax, fərz edirəm ki, cisim maye daxilində üzür, düzdür? Bu üzmədə bir dənə şərt var. İndi üzmə şərtlərin olsa deyəcəm, sadəcə mən bunu deyim. Üzərində ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olur. İndi bunların hamısını atacağam niyəsin. Ağırlıq qüvvəsinin yerinə mən mg atacağam, təbii ki. Arximedi də öyrəndik rho maye j v cisim batanla, düzdür? Burada ağırlıq qüvvəsinin yerində m durub da, bu cismin kütləsidir. Ona görə də bunun yerində rho v atsam, yəni cismin həcmi olaraq j bərabərdir rho maye j v cisim batan alaram, düzdür? Buradan hər tərəfdən j-lər ixtisar gedəndə, bax, belə bir asılılıq almış oluq. Buradan mən nə görürəm? Görürəm ki, cismin həcmi bölək cismin batan hissəsinin həcmi bərabərdir. Burada fikir ver. Tərs asılıq quracam da, rho maye bölək rho cisim. Bax, bu olur mənim üçün əsas mütənasibliklərdən biri. Biz bu mütənasiblikdən çox-çox istifadə edəcəyik və çalışaq ki, diqqətli olaq. Bax, bu mütənasibliyi bildik. İndi buradan, məsələn, mən cismin batan hissəsini necə taparam? Deməli, v cisim batan nəyə bərabər imiş? V cisim rho cisim bölək rho maye. Bax, bu şəkildə biz deməli batan hissəni tapa bilərikmiş. Ya da batmayan hissə bəs nə olacaq? Onda V batmayan nə olacaq təbii ki? Ümumi həcmdən batanı çıxacam da. Yəni V cisimdən V batanı çıxıram. O da bərabərdir. Burada V cismi onsuz da özü verib, V cisim çıxır. V batanın yerinə bax bunu gətirib yazıram. V cisim rho cisim bölək rho maye. Buradan da V cisim mötərizə xaricinə çıxsa, V cisim 1 çıxaq, rho cisim bölək rho maye alınır. Bunları əzbərləməyi məsləhət görmürəm. O qırmızı kvadratın içərisində istifadə elədiyimi bilsək, bunların hamısını məncə özümüz ala bilərik də. Əsas nəyə bildim mən burada? Cismin sıx həcmi bölək cismin batan hissəsi bərabərdir. Mayenin sıxlığı bölək cismin sıxlığına. Bununla da biz rahatlıqla tapa bilərik ki, burada deməli batan batmayan nə qədərdir? Bu belə.
Bunu bildik. Yəni bunu yadımızda saxlayaq. Bu bizim çox ehtiyacımız olacaq bir şeydir. Bu getdi. Sonra burada bizim nə var? Əsas biz nəyi bilməliyik? Bax, fərz edək ki, mənim bir dənə cismim var. Bu havadadır. Biraz balaca çəkim. Bu havadadır. Bu cismimizin mən deməli, təzyiqinə deyəcəm nə? Daha doğrusu çəkisinə. Deyəcəm P0 çəkisi. mg də ağırlıq qüvvəsinə bərabərdir. Düzdür? Bəs mən bu cismi gətirib suya salanda nə olacaq? İstər-istəməz sən bu cismi suya daxil eləyəndə, bax bəlkə özündə də hiss eləmisən, insan suyun içinə daxil olanda sanki elə bilir ki, yüngüllüyür. Sanki onu yuxarı doğru itələyən bir şey var. Həqiqətən də elədir da. Çünki sən havada olanda sənə bir dənə aşağı doğru Arximed qüvvəsi təsir edir və səni aşağı dartır. Amma sən həmin cisim, məsələn bunu deyək, suyun içinə daxil olanda ona aşağı doğru müəyyən qədər həmən Arximed qüvvəsi, ağırlıq qüvvəsi yenə təsir edir. Həmən ağırlıq qüvvəsi yenə təsir edir. Amma bir də əks istiqamətdə Arximed qüvvəsi təsir edir axı. Ona görə də sən suda olanda havadakından daha yüngül hiss eləyəcəksən. Çünki səni aşağı dartan bir dənə məsələn deyirəm 50 Newton burada qüvvə var idisə, indi həmən 50 Newton burada olsa da burada yuxarı dartan 20 Newton da var. Deməli səni suyun içində aşağı dartan 30 Newton qüvvə olmuş olur da əvəzləyicisi, düzdür? Yəni istər-istəməz suyun içində daha yüngül hiss eləyəcəyik. Onda deməli bizim sudakı çəkimiz soruşulsa, deməli mayeədəki çəkimiz nə olacaq? Mayeədəki çəkimiz %100 havadakı çəkidən Arximed qədər az olacaq. Bir dəqiqə, havadakı çəkidən Arximed qədər az olacaq. Çünki mayeədəki çəkimiz Arximed mane olmaq çəkimizə, ona görə də bizi yüngülləşdirmiş olacaq. Məsələn, havada 50 Newtonsansa, suda 50 Newtondan az hiss eləyəcəksən. Çünki onun nə qədərsə Arximed tarazlaşdıracaq. Onda deməli buradan da belə çıxır ki, cismin havadakı çəkisi bərabərdir mayeədəki çəki üstə gələk Arximed qüvvəsi. Yəni onsuz da o da buradan alınır, heç bir fərqi yoxdur. Hansı ilə istəyirsən götürmək olar. Bu belə. Deməli, burada P0 nə oldu? P0 oldu cismin havadakı çəkisi. Havadakı, yəni adi ağırlıq qüvvəsi. Havadakı çəkisi. PM isə nədir? Mayeədəki çəkidir. Mayeədəki çəki az olacaq. Çünki mayeədə ağırlığın əksinə də təsir edən qüvvə var axı. Havada ağırlığın əksinə təsir edən qüvvə yoxdur, müqaviməti və s. nəzərə almayanda. Ona görə də biz mayeədə özümüzü daha yüngül bir şəkildə, belə deyək də, hiss edirik. Aha, bu belə. Sonra bunu da silsək, sonra cismin mayeədəki çəkisi üçün bax belə bir də nəticə ala bilərik. Biz dedik ki, deməli cismin mayeədəki çəkisi nə idi? Mayeədəki çəki bərabərdir havadakından Arximedi çıxmalıyam da, düzdür? O da bərabərdir. Havadakının yerinə mg yazaram. Arximedin də yerinə ρmaye j v cisim yazaram, düzdür? O da bərabərdir. M-in yerinə burada ρ cisim v cisim yazaram. J çıxaq, ρmaye j v cisim şəklində yaza bilərəm, düzdür? Burada fikir ver, hər ikisində j v cisim var. O çıxardıram mötərizə xaricinə. Deməli, v cisimlə j çıxdı mötərizə xaricinə. İçəridə nə qaldı? Ρ cisim çıxaq, ρmaye. Bax, bunları əzbərləmirik, ha. Bunların hamısını biz, yəni özümüz almağı bacarmalıyıq. Neynəmişəm ki, belə baxanda? Heç nə eləməmişəm də. Sadəcə və sadəcə ağırlığın havadakı çəkin yerinə mg atmışam, ağırlıq qüvvəsinin, Arximedin də yerində ρmaye j v cisim öyrəndik də, onu atmışam. Və bir şey unutmuruq ki, bu ağırlığın yerində açdığımız mg-dəki m cismin kütləsidir ha. Yəni burada suyun ağırlığından söhbət getmir, cismin ağırlığından söhbət gedir. Ona görə də onu ρv olaraq açanda təbii ki, hər ikisi cismin sıxlığı və həcmi olur. Bu da belə. Bu da bildik. Sonra bunu başqa cür necə aça bilərik? Başqa cür də bax belə aça bilərik. Gəl ona da baxaq. P cisim, yəni cismin mayeədəki çəkisi bərabərdir. Yenə P0 çıxaq F Arximed. O da bərabərdir. P0-ın yerinə mg yazıram. F Arximedin yerinə görə nə yazacağam? ρmaye j V cisim deyil. Onun yerinə m cisim, bu da m cisimdir. Onsa bölək ρ cisim yazıram. Fikir ver bu şəkildə. İndi o da bərabərdir. Bunların da hər ikisində m cisim j var. O çıxır mötərizə xaricinə. Qalır 1 çıxaq. ρmaye bölək ρ cisim.
Bax, bəzən mayeəni və s. verir. Mayenin sıxlığını, cismin sıxlığını deyir ki, mayedəki çəkini tap, uşaqlar tapa bilmir. Ki, biz belə öyrənmişik axı. Özün biraz açmağı da düşünməlisən də burada. Deməli, cismin mayedəki çəkisi bərabərdir. N cisim J vuraq, 1 çıxaq rho maye bölək rho cisim. Yenə deyirəm, bunları əzbərləməyi məsləhət görmürəm. Alınmasını bilsən daha yaxşıdır ki, gələcəkdə qoy yerinə hesabla da. Bu da belə. Sonra nəyi deyə bilərəm burada? Üzmə şərtləri var. Üzmə şərtləri. Üzmə şərtləri necədir? Üzmə şərtlərində 3 şərt ola bilər. Bax, gəl düşünək ki, bizim bir dənə qabımız var. Düzdürmü? Bir dənə qabı çəkim, bunun 3 halında baxarıq da. Birinci qabımız var. Ya da biraz yuxarıdan çəkim. Hər üçünü görüm, eyni yerdə çəkə biləcəmmi? Birinci qabımız var. Bu qabın içində də müəyyən qədər maye var. Düzdür? Mən fərz edirəm ki, bunun içərisində bir dənə cisim var. Düzdürmü? Və bu cisim aşağı doğru gedir. Dayanmadan, bax, sürəti belə deyək də, V-si aşağıdır. Aşağı doğru gedir. Bu nə deməkdir? Mən bilirəm ki, bu cismə 2 dənə qüvvə təsirdir. Bir, aşağı doğru ağırlıq qüvvəsi, bir də yuxarı doğru Arximet qüvvəsi. Əgər bu cisim V sürətlə aşağı doğru hərəkət edirsə, deməli, aşağı olan qüvvə böyükdür da. Deməli, birinci şərtimizdə nə olacaq? Birinci şərtimizdə ağırlıq qüvvəsi böyük olacaq Arximetdən. Onda, deməli, mj böyük olacaq rho maye j v cisimdən. Düzdür? Burada da m-in yerində rho cisim, v cisim atsam, j böyükdür rho maye j v cisimdən. Bir dənə fikir ver, burada j-lər ixtisar gedir, v cisimlər ixtisar gedir. Deməli, onda cismin sıxlığı mayenin sıxlığından böyük olacaq. Hansı halda? Cisim mayedə batan halında. Deməli, buna da biz deyəcəyik ki, nə? Cisim mayedə batır. Bax, belə. Bu oldu bizim birinci halımız. Deməli, cisim nə vaxt mayedə batacaq? Cisim mayedə ağırlıq qüvvəsi Arximetdən böyük olanda batacaq. Baxıram ikinci halıma. İkinci halımda yenə də düşünürəm ki, həmin qabdır. Mayedir və ya başqa mayedir, ya da başqa cisimdir, fərqi yoxdur. Nəsə də axı fərqlidir. Bu cisimdir, amma bu səfər də nə baş verir? Cisim həmən V sürətlə yuxarı çıxmağa çalışır. Yuxarı gedir. Elə V ilə yuxarı gedir. Yenə mən bilirəm ki, burada aşağı Arximet, ağırlıq var, yuxarı Arximet var. Bu əgər yuxarı gedirsə, deməli yuxarıda olan qüvvə böyükdür da, yəni Arximet böyükdür ağırlıqdan. Onda deməli, rho maye j v cisim böyükdür. MJ-nin yerinə rho cisim v cisim j yazıram. Yenə buradan bunlar ixtisar gedir. Bu səfər də deməli, mayenin sıxlığı cismin sıxlığından böyük imiş. Vəssalam. Deməli, bu halda bəs biz adına nə deyəcəyik? Bu halın da adına biz deyəcəyik ki, cisim, belə deyək də, mayedə, belə deyək, qalxır. Cisim mayedə, mayenin üzündədir. Cisim mayenin üzərindədir. Səthində deyək də, səthində. Cisim maye səthindədir. Yəni, bu onun Arximetinin ağırlığından böyük olduğunu göstərir ki, yoxsa mayenin səthindən bunu nə çıxardır? Arximet çıxardır. Deməli, Arximet çox olub ki, çıxa bilib də. Bu da ikinci halımız. Sonra gəlir bizim üçüncü halımız. Üçüncü halımızda nə ola bilər? Bir dənə axırıncı hal qaldı da. Qabdır, həmən qabdır, tutaq ki, ya da başqa bir mayedir, ya da başqa bir cisimdir, fərq etməz. Nəsə, fərqlilik var. Bu səfər cisim mayenin ortasında dayanıb. Nə yuxarı getmir, nə aşağı. Niyə? Bunu aşağı doğru Arximet də artır. Yuxarı doğru da ağırlıq da, aşağı doğru ağırlıq da artır, yuxarı doğru Arximet də artır. Bu niyə heç hansı tərəfə getmir? Deməli, ağırlıq Arximetə bərabərdir da. Dolayısıyla rho cisim V cisim J bərabərdir rho maye J V cismə. Yəni, burada da ixtisar, bax, bayaq dediyim, burada da ixtisarlarımızı aparanda, deməli, cismin sıxlığı mayenin sıxlığına bərabər olanda nə baş verəcək? Heç nə. Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabər olacaq. Buna bəs biz nə deyəcəyik? Buna deyəcəyik ki, cisim, belə deyək, cisim maye daxilində üzür. Maye daxilində üzür. Yəni, deməli, biz üzmə sözünü harada görsək, bunu qeyd kimi götürə bilərik ki, üzür sözünü harada görsək, biz Arximeti MJ ilə hesablaya bilərik. Bəzən uşaqlar deyir, müəllimə, ağırlıq qüvvəsinə bərabər oldu da,
üzmə sözündə. Üzəndə ağırlıq Arximetə bərabər olduğundan Arximeti ağırlıqla, hətta ağırlığı da Romayi J V cisimdən tapa bilərsən. Yəni problem yoxdur. Çünki onsuz da bunlar bir-birinə bərabərdir. Arximet üçün aldığın qiymət onsuz da elə ağırlıq üçün aldığın qiymətə bərabər olacaq. Bu belə. Daha sonra biz nəyə deyə bilərik? Sonra biz nə edə bilərik? Bir də bu halda cismin sıxlığı görürəm ki, mayenin sıxlığına bərabərdir. Da düzdür. Burada cismin mayedəki çəkisi 0 olacaq. Çünki gəl bir yazırsaq, cismin mayedəki çəkisi nə idi? Cismin mayedəki çəkisi, cismin havadakı çəkisi çıxaq Arximet idi da. Çıxaq Arximet idi. Burada da cismin havadakı çəkisi ağırlıq qüvvəsidir. Çıxaq Arximet də ağırlıq qüvvəsinə bərabər oldu axı bu halda. Onda deməli, bunları bir-birindən çıxanda cavab 0 edir. Deməli, cisim maye daxilində sabit qalıbsa, əgər üzürsə, onda çəkisi 0 olacaq. Yenə deyirəm, niyə? Çünki ağırlıq Arximetə bərabərdir. Sən də çəkiyi tapmaq üçün ağırlıqdan Arximet çıxırdın. Bərabər olan iki kəmiyyətlə bir-birindən çıxanda cavab 0 verəcək. Bu belə. Bunu qeyd kimi götürdük. Sonra nə deyə bilərik? Əgər cisim, gəl bir dənə də ikinci qeydimizə baxaq. Bunlar da önəmli faktorlardır. Bir dənə tutalım ki, mənim qabım var və bunu uşaqlar təzyiqlə qarışdırır, ona görə deyirəm. Qabın içində də su var və burada 3 dənə cisim qoyuram. Eyni kütləli 3 dənə cisim. Deyirəm ki, hansısa təsir edən Arximet çoxdur. Bax, istəyir birinci, istəyir ikinci, istəyir üçüncü. Gəl yazaq. Arximet qüvvəsi nəyə bərabərdir? Romayi. Hər üçündə eynidir. Eyni suyun içindədirlər da. Mindirsə mindir məsələ. J hər üçün eynidir. V cisim batan. Hər üçü batıb, hər üçü də eyni qədər batıb da. Deməli, burada eyni kütləli cisimlər bizdə maye daxilindədirlərsə, onda Arximet qüvvəsi nə qədər olacaq? Hər üçündə bir-birinə bərabər olacaq. Yəni, ay bu çox batıb, ay bu az batıb. O təzyiqdədir ki, hə, bu çox batıbsa, bunun üstündə su qatı çoxdur, deməli, hündürlüyü çoxdursa, təzyiq də çoxdur. Hə, o elə. Amma Arximet qüvvəsi hər üçündə eynidir. Deməli, əgər cisim sıxılmayan bir cins mayenin müxtəlif dərinliklərində olarsa, yəni eyni bir cisimdən söhbət gedir də, müxtəlif dərinliklərdə olarsa, ona təsir edən Arximet qüvvəsi eyni olacaq. Çünki maye eyni, sıxlıqları eyni, J eyni, cismin batan hissəsi də eynidir da. Burada heç bir dəyişiklik yoxdur axı. Ona görə də Arximet qüvvələri bərabər olur. Bu belə. Daha sonra biz nəyə deyə bilərik? Bu növbəti qeydimiz. Sonra üçüncü qeydimiz belə ola bilər ki, cisim tutalım ki, Arximet qüvvəsinin təsiri altında sərbəst düşür. Sərbəst düşür. Daha doğrusu, içində su olan, belə deyək də, qab sərbəst düşür. Onda mayenin içərisindəki cismin Arximedi nə qədər olacaq? Sən bilirsən ki, Arximet qüvvəsi Romayi J V cisimdir, da düzdür. O da bərabərdir. Sərbəst düşəndə nə olurdu? Sərbəst düşəndə aşağı təcilimiz var, amma o təcil J-yə bərabər idi da. Onda deməli sən burada deyirsən aşağı düşmə olduğuna görə belə yazacağam. Romayi bərabər J çıxaq A vuraq V cisim. O da bərabərdir. Romayi J A-nın da yerinə J yazacaqsan. Çünki cisim sərbəst düşəndə təcil J olur. Vuraq V cisim. Vəssalam, buradan da isbat olundu ki, həqiqətən də sərbəst düşən cismin, yəni qabın içindəki cismin Arximet qüvvəsi olacaq 0. Bu da belə. Sonra görüm, burada bizim nəsə deyə biləcəyimiz başqa bir şey varmı? Yox. Arximet qüvvəsi haqqında əsas fikirlərimiz, əsas deyə biləcəklərimiz bunlardır. Bax belə. Başqa, yəni burada heç bir problem yoxdur.